Hamıya məlumdur ki, hər bir yığmanın, uğurlu çıxışının arxasında onun sponsoru dayanır. Əziz dostlar, Arenaya gülüş yığmasının baş sponsoru, Azərbaycanın gözəl gülşəsi olan Qubada yerləşən Rixos Quba Azərbaycan Otelinin baş sponsorunun nümayəndəsi dəvət olunur. Hoş gəlmişsiniz. Buyurun. Talih, necəsiz? Danışığını görək. Çox sağ olun Tarih mənim, hər şey yaxşı, siz necəsiz? Biz, belə deyək də, bir verilişin ki, baş sponsoru Rixos Quba Azərbaycan Otelidir. Biz necə olmalıyıq, əziz dostlar? Çox sağ olun. Nələr baş verir hal-hazırda oteldə? Tamaşaçıları bu maraqlandırır. Buyurun, eşidirik sizi. Çox sağ olun. İlk öncə mən sizi təbrik edirəm verişiniz münasibətilə. Çox gözəl verişdir. Və Rixos Quba Azərbaycan bildiyiniz kimi Azərbaycanın ən gözəl güşələrindən biri olan Quba şəhərində yerləşir. Tam Qudyal çayının sahilində. Bizim otelimiz 186 otaqdan, 26 villadan, 1 patisye, 3 restoran, 8 bar və golf klubundan ibarətdir. Bizim hətta otelimizdə tenis, mini futbol və müxtəlif idman növləri üçün gəlib bizim qonaqlarımızı əyləmək üçün ərazilərimiz var. Ondan sonra bizim otaqlar, qeyd etdiyim kimi 186 otaq və 26 villa. 186 otaqların bu tip otaqlarımız var. Junior Suite, Deluxe Standard, Honeymoon, President Suite və Family Suite. Villalarda bizdə 4 tip villalarımız var. Bunlar Manna, Media, Urmiya və Atropatena. Təbii ki, bunlar da bizdə orada süni göl yaradılıb və həmin süni gölün ətrafında bu villalar əhatə olunmuşdur. Şəxsən özüm olmuşam Rixos Quba Azərbaycan Otelində və bu gölü görmüşəm. Amma inanın mənə, bu heç süni gölə oxşamır. Həmişə orada olub, əziz dostlar. Və baxmağa dəyər mütləq. Mənim bir sualım var sizə. Bunu mən belə düşünürəm ki, tək məni yox, bir çox insanları maraqlandırır, otaqlarla bağlı. Otaqların mənzərəsi necədir? Bəli, bizdə bildiyiniz kimi, yenə də qeyd etdiyim kimi, Rixos Quba Azərbaycanın başqa otellərdən fərqlənən cəhəti odur ki, bizdə dağ mənzərəsi var bir tərəfi və bir tərəfdə də böyük ərazidə yerləşən süni gölümüz var. Və bunun üçün də bizim otelimizin yerləşmə aspektindən asılı olaraq otaqlarımız dağ mənzərəli və göl mənzərəli olur. Hətta bizdə Honeymoon deyilən bir otaqda balayı keçirtməyə gələn üçün, cütüllər üçün bizdə orada əsasən onlar üçün dağ mənzərələri var, yəni dağ mənzərəli otaqlarda. Ondan əlavə saydığım digər otaqlar Junior Suite, Family Suite, Deluxe Standard da o otaqlar həm bizdə dağ və göl mənzərəlidir. Çox gözəl. Əziz dostlar, buyurun seçə bilərsiniz. Dağ mənzərəli otaqlar, yaxud göl mənzərələri. Bütün bunlar Rixos Quba Azərbaycan Otelində.